öz hekayəmi danışa bilərəm. Rahat. Buyurun. İlk belə deyək, qız övladımdır, hamiləyəm, səhər yuxudan durmuşam və suyum gəlir. Mən zəng vurmuşam doktora ki, mənim suyum gəlir. Deyir, narahat olma, saat 2-də gələrsən. Və mən yetərincə məlumatlanmış və oxumuş bir anayam. Lakin təcrübə yoxdur, təcrübə sıfır. Və mən bilmirəm mənim nə gözləyir. Mənə iynələrmi vurulmalıdır, mənə süni sancı gətirilənlərmi, nələrsə olmalıdır. Axı bundan xəbərsizəm və bu barədə məni heç kim məlumatlandırmayıb. Mən getmişəm klinikaya, gözləyirəm, həkim gəlir, sancı yoxdur. Sənin üstündə artıq mən 4 dənə xəstəni əməliyyat eləmişəm. Sən saat 4-də hələ, sən hələ burdasan. Və artıq anaya nə deyirlər? Uşaq orada qaldı, boğuldu, göyərdi. Səndə qorxu yaranır körpənlə bağlı ki, mən nə edirəm? Mən gözləyim ki, yox, mən mütləq doğuşla dünyaya gətirməliyəm. Onda gəlin keysəri eləyək. Keysəri eləyir, həkim çıxıb gedir. Sonra da məlum olur ki, həkimin Amerikadan qonaqları gəlib evə tələsirmiş. Ona görə məni tez əməliyyat. Bilirsiniz, bu sırf vicdani məsələdir. Burada həkimin öz vicdanına da yük düşür ki, sən pulamı görə eləyirsən. Bəzi xəstəxanalarda çünki keysəriyə doğuşdan daha bahalıdır da belə deyək. Sən öz rahatlığın üçünmü bunu eləyirsən? Tez kəsdim elədim. Amma düşünmürsən ki, burada sənin qabağında bir ana yatır. Sən doğuşu tamam, o doğuşda bir damcı əziyyət çəkə bilər, biraz qorxa bilər nədənsə. Amma sonra ana daha gümrah və sağlam ana olacaq. Nəinki beli, qarın ağrısı tutmuş, uşağı götürsün, çimizdirməyi bilmir, necə eləsin, əyilsin, qalxsın. Keysəriyyədən sonra baxın, mən demirəm ki, keysəriyyə pisdir. Əgər tibbi göstəriş varsa, təbii ki, keysəriyyə qaçılmazdır. Yox, göstəriş var, yoxdursa, mən sadəcə belə deyə forsumdan, ağrı çəkmək istəməyimdən və yaxud da sırf həkimin məsuliyyətsizliyindən, o zaman artıq belə deyə ananı şikəst edib qoyursunuz və o ana məsəl üçün 6 övlad dünyaya gətirmək istəyirsə, sən onu 3 ilə məhdudlaşdırırsan ki, vəsə. Bəli.